Hə, salam. Hokkarumdasınız. Həmişə olduğu kimi. Bugünkü mövzumuz gördüyünüz kimi vulkan peçidir. Kömür üçün istehsal olunub Rusiya tərəfindən. 6 aydır gözləyirik də, yəni bu temanı. Avqustda getmişdik, avqustda getmişdik Moskvaya, orada tanışdıq, yaratdıq bu şirkətlə, vulkan şirkəti ilə. Avqustda sifariş elədik, amma bizə dedilər ki, minimum yəni 4-5 ay gözləməlisiniz də, çünki sizdən qabaq, yəni bizdən qabaq 300 nəfər sifariş eləyib, hamısı da növbədə. Yəni bu opşi buraxılmır, istehsal olub buraxılmır da satışa. Sifarişdən sifarişə istehsal olunur. 300 neçəncisi adam idi, opşi 6 aydan sonra axır ki bunu gətirdilər, sağ olsunlar. Bunun deməli funksiyaları nədir? Necə işləyir? Qoydunuz zavideniyaya, kuxnaya falan ya hara istəyirsinizsə, jelatelinə altı taxta olmasın, dəmirdən olsun, ya yanmayan material olsun, ya bu altıda aydın məsələdir ki, vaxt keçdikcə istiləşir, qarala bilər, yana bilər, təhlükə törətməsin deyə. Qoydunuz tənzimləyici necə işləyir? İlk öncə bunun üst funksiyalarını danışım, belə deyim. Bunun altında görsüz kranşteyni var da, yəni bunu istəsəz divara da vura bilərsiniz, stolun üstünə də vura bilərsiniz, yəni tərpənməsin deyə, stolun altına da vura bilərsiniz. Bunu çıxardırsınız, yapıb qoyursunuz burada. Bunun üstündə yeri gəlmişkən peçin arxasında öz açarı da olur. Açarla açırsınız, bu kranşteynləri vurursunuz üstdən. Stolun altına vurursan əla, ideal işləyir. Jelatelinə yəni peçdən biraz aralı olsun ki, istiliyi bunu xarab eləməsin. Vaxt keçdikcə istər-istəməz sxemdir də, yəni xarab oldu. Bunu son ağarasın. 50 min buna pul verirsən məsəl üçün. Sonra bunu taxdınız, qaqa, startı bastınız. Funksiyaları ondan ibarətdir ki, vaxt qoyursan, məsəl üçün saat 2-də açırsan obyekti, buna vaxt qoyursan saat 1-də özü işə düşür. Amma kömürləri içində saxlayırsan. Saat gedirsən evə, yatırsan, dincəlirsən də, fərqi yox. Saat 1-də özü işə düşür. 1 saat hardasa 50-55 dəqiqədə 1 saat deyək. Bu kömürün qızmağına vaxt aparır deyə, yəni əvvəlcədən bunu qoşulmağı daha məsləhətdir ki, sıraz alınmır da kömür çıxarmaq pişməmiş. Quraşdırdın saat 2-yə, məsəl üçün, daha doğrusu saat 1-ə, çünki saat 2-də obyekt açılırsa 1-də bu xodlanır, kömürlər qızır. Kömürün minimum, yəni 20-25 dənə də ondan az kömür tövsiyə edilmir içinə qoymağa. Qızdı və quraşdırırsınız taymeri, sönmə taymerin. Saat 12-yə kimi obyekt işləyirsə, saat 12-yə qoyursan özü də sönür saat 12-də. Və elə qurğası tuşuna yəni özü işləyir. 12 saat, əgər obyektiniz 24 saat daha doğrusu işləyirsə, onda bunu mütləq 2 saat heç olmasa bunu istehsal edən özü şəxsən deyib ki, heç olmasa 2 saat istirahət eləməlidir də, yəni gün ərzində. Yəni 24 saat işləyirsə obyektiniz. Yəni orada məncə saat 6-da, 7-də falan belə özünüz baxın da səhər-səhər qoya bilərsiniz, istirahət eləsin. Və bunu taymersiz də istifadə eləyə bilərsiniz. Təbii ki, pusku yandırdınız bunu. Start stop Lamborghini'də olduğu kimi. Bunun qapısı da qısaca Lamborghini kimi açılır. İndi göstərəcəm birazdan. Bundan qutaraq keçək ona. Pusku bastınız. Burada 3 səviyyə var burada da. Low'dur, medium'dur, bir də high. Qısaca low, medium, high. Bu nədir? Yəni söhbət. Low 650 temperatur verir, medium 700 və high 750. Yəni qızdırma dərəcəsindən asılıdır da. Qısaca 24'lük kömürdən istifadə olunur. Məsləhət görür vulkanın özü. Əsasda Coco Loco. İndi Coco Loco ilə öz şəxsi belə şeyləri var, yaxınlıqları bəlkə ona görə. O bu kömürləri yoxlamamışam, yəni Coco Loco üçün idealdır. Açarlar haqqında sizə danışdım. Balaca açar var və böyük açar. 2 növdə açar var. Hamısı da arxasına yapışdırılır, arxasında üstündə də hava buraxma, yəni zəhərli havanı, karbon monoksidi buraxmaq üçündür və kömürü belə deyək, atdınız içinə 20-25 dəqiqədən sonra onu açırsan, biraz havalanır və sonra bağlayırsan, kömür elə də qalır. Kömürün daha çox qalmağı üçün, yəni o bağlı olmalıdır. Sadəcə içəridə biraz hava oynasın deyə, kömür daha tez qızmağa başlasın deyə onu açırsan bir müddətlik. Sonra təzədən yenə bağlayırsan, qalır o. Çünki problem deyil. İndi keçək əsas məsələyə, bunun seksualni açılışına baxaq. Lamborghini'nin vurğunuyam da bunun açılışı. Vurğunuyam dağ dərəni, nəysə. Bəh. Kömürlər ideal vəziyyətdə. Yəni 1 saatdır belə qalıb, amma elə bir kömürü indi atmısan. Və bunun özü üçün savoku da var, xəkəndazı. Əgər kilo ilə götürmək istəyirsənsə elə atdın, götürdün. Xəkəndazdan əlavə də maqqaşımız da var, əlin yanmamaq üçün götürdün, qoydun. Öz istehsalıdır. Hər tərəfli fikirləşiblər də.
və belə də bağladım. İçin təmizləməyə ehtiyac yoxdur. Kül yığılır, qalır, o da get-gedə yoxa çıxır. 2-3 gündən bir üstünü silə bilərsiniz. Sonra yəni elə çox informasiya yoxdur. Daha doğrusu informasiya var, yəni o qədər geniş deyil, çox sadədir, yəni bunun istifadəsi. Rus dilində bildinizsə, əla və üstündə də QR kodu var, semboli. Telefonla tutub hər tərəfli menüsünə falan baxa bilərsiniz. Ya da elə bu videoya baxıb istifadəyə başlaya bilərsiniz. Kanala abunə olun, like qoyun. Axır ki, bu Dark Side-dadır. Çox gözləyirdik, uzun müddətdir həqiqi gözləyirdik və həvəslə gözləyirdik. Gəldi, çıxdı. Qəlyanı gözləməyəsiniz. Uzaqbaşı zabifka. Zabifka da nədir? Yəni olsun 60 saniyə, 1 dəqiqə, 5 dəqiqə, 6 dəqiqə onun qızmağı, yəni 6-7 dəqiqəyə qəlyanınız masada olacaq inşallah. Belə sevinirəm açığı. Buyurub inşallah gəlib qəlyanımızın 5-6 dəqiqəyə belə də qəlyan vermək olur. Prosta yəni bu israfın qabağını alır da, atdın nə bilim 1 kilo kömürü qalır orada, gün ərzində istifadə elə. Məsəl üçün masa gəldi, sırası çıxartdın, verdin, hə, problem yoxdur. Gecə də gedəndə yenə deyirəm timeri qoşdun, söndürəndən sonra timer qoşdun, amma stopu, bu start stopu basmırsınız. Start stop ümumiyyətlə söndürmək üçündür. Çünki timeri qoşdun, səhər saat nə bilim 1-ə 2-də açırsan obyekti, 1 saata kömürü hazır eləyir. Belə, bu qədər. Kanala abunə olun, like qoyun. Dəstəyiniz vacibdir. Hokkarumdaydınız. Çox sağ olun.